Dedilər, Salyanda da bilirsiniz də balığın məskənidir. Quru silyotka balığı elə bil dedilər verəcək. Bir yeşikdə gilasla quru balıq. Ondan yadımda qalıb. Mənə də... Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Sənət dünyasında bütün qalmaqalların içindən bu afət fərmanqızı çıxır. Afət deyir ki, mən toy aparanda müğənni Kəmalə bir yeşik gilas və silotka balığa toya çağırılmışdı. Ayıb deyə, valla. Bəstirin bu incə sənəti arva tamamına döndərdiniz. İndiki bəzi müğənnilər üçün sənət qalıb qıraqda. Həci sponsorlarla öyünürlər. O deyir, mənim həcimin başı sənin həcininkindən yekədir. Bu deyir ki, o kimdir? O deyir, bir yeşik gilasa gəlir, silotka balığa çıxır. Əşi, bizə sənətlə gəlin, sənətlə. Nə vaxta qədər ancaq deyincənlik, ancaq şüvən? Mədəniyyət Nazirliyi, musiqi məktəblərindəki sertifikasiya, imtahanla bağlı atdığınız addımları alqışlayıram. İmtahandan qorxan, bisavad musiqi təlimçilərinin əlindən səhnəyə addımlayanların bariz nümunəsi elə bu afət fərmanqızıdır. Teleməkanların Nigar Fərhadı nədirsə, toyxanaların afət fərmanqızısı da odur. Adamlar elə bil and içiblər ki, ağızlarını açan kimi cəmiyyətdə qızıq yaratsınlar. Adamı məcbur edirlər ki, yalvarıram, gəl məni tənqid elə. Üzr istəyirəm, itin ağzına sal, çıxart. O vaxt afət fərmanqızı gündəmə gəlmək üçün dağ boyda Flora Kərimovanı hədəfə alanda irad bildirmişdim. Afət yazmışdı ki, Rayət İmaməliyev Flora Kərimovanın ortaya atdığı maşadır. Əşi, Flora kimi okeanla sən yağış damcısı müqayisə oluna bilmərsiz axı. Flora pisdir, Nazəni pisdir, Kəmalə pisdir. Təkcə sən yaxşısan, eləmi? Bəs gətir görək sənin nəyin var bu sənətdə? Bir söz deyən kimi də tez deyirsən, mənim sənətimə Elnarə Abdullayeva qiymət verib, sənin sənətinə Arif Babayev qiymət versin. Alim Qasımov, Niyaməddin Musayev qiymət versin. Elnarə Abdullayeva kimdir ki? Adi xanəndə. Xala xətrin qalmasın. Bir dəfə deyər ki, yaxşı oxuyursan və bitdi. Bu qiymətdirmi? Nəsiminin can çəkişərkən, dərisi soyulanda yazdığı Məndə sığar iki cahan şeirinin sözlərinə fikir vermisinizmi? Hint musiqisinə salıb takka turuk, şappa şarab edib, bizafat kütləni də şıdırğı toyda oynatmağına mı? Keçi mələrtisini andıran mənə mi qiymət verib Elnarə xanım? Sən Sami Yusif deyirsən ki, Dahi Nəsimiyə müraciət edəsən, sən Baləliyə, Orxan Lökbatanlıya müraciət et. Heç olmasa Səidə Sultandan öyrən. Sən sana gər yar, sən var könül yar istəməm. Yaru dildar olsana, sən yaru dildar istəməm. Bir vəfadır tüm bu aləm, kimdən istərsən vəfa. Bir vəfa aləmdə sən yaru vəfadar istəməm. Ar bilmə, Səidə Sultandan öyrən. Əks təqdirdə bu gedişlə səni də toya 1 kiloqram silotka balığa, 2 kiloqram gilasa dəvət edəcəklər. Müğənnilər, bizlərə sənətlə gəlin. Açıq-saçıq paltarla, silikon dodaqla, şişirdilmiş arxa ilə, qalmaqalla yox, bizə sənət lazımdır.